İndi demək ki, belə hay-küy saldılar demokrasi dünyası və bir yandan da Tehran rejimi demək ki, 6-cı gün, yəni bu günləri Ommanda belə olacaq filan. Bizlərdə belə deyərlər də, deyərlər dağ sıçan doğdu. Və bu cənab Trump hər gün özünün o altı guşəli otağında yığır ora jurnalistləri, istədiyi prezidentlərin yaxasını tutur, istədiyi çölə atır, jurnalistlərlə danışır, replika atır. Amma elə ki, dünyanın bu başına gəldi, jurnalistlərin hamısını kürdülər, töydülər, ona dedilər, xeyr, burada təhlükəsizlik məsələdir. Nə olacaqdı? Kim gələcəkdi? İstəyir Vitkafı vuracaqdımı, ya bu Abbas Əraqçını? Axı nəyinə lazımdır? Təxtravançını. Belə boş-boş sözlər Ommanda, özdə demək ki, məsləhətdə elə söhbət yox. Məsələ budur ki, belə demək ki, bu da indi Amerika da ay azadlıq, demokrasi, belə söz azadlığın başında gedən Amerika fələyin demək ki, bir neçə müddətdir qulağın kar eləyibdi ki, Tehran rejimi sınırları pozubdur, ondan sonra terrora başçılıq eləyir və bu yaxın doğunu ota çəkib gəlib Amerikanın içində də terrorla məşğul olur. Bilirsiniz də İsrağa gün o İspanyol prokuror Sebastian axır ki, bu Xameneyini axtarışa verdi. Yəni axır ki, belə ki, bu Arjantin dövlətinin başına oyun getdilər və belə pul verdilər orada o prezidentlərə. Getdilər orada o prokuroru terror elədilər. Yəni AMEA məsələsində oranı partlatdılar. 87 nəfər düz desəm o vaxt öldürdülər. 300 nəfəri yaraladılar. Və bəlli idi ki, bunun demək ki, fitvanı deyirəm ha. Yəni Xameneyi veribdi. Xameneyi hələ hakimiyyətə gəlməmişdən öncə İran adlanan yerdə bunu Rəfsanjani özü deyirdi. Məşhəddən və ondan sonra Kirmandan, sürgündən götürüb gətirmədən öncə Xameneyinin başçılığı ilə Cihad-ı İslami geniş çapda İslam demək ki, o müsəlmanların cihadını edən təşkilatı var idi. Və ən kiçik əməlləri bunların hələ İran adlanan yerin daxilində sinemaları, teatr mərkəzlərini yandırırdılar. Özəlliklə Abadanda, Əl-Əhvazda Rex sinemasını yandırdılar və orada əmr verən Xameneyi idi və bunu icra edən Təbrizli Seyyid Hüseyn Musəvi idi, o Mir Hüseyn Musəvi yox. O başqa, Xameneylidir, amma bu yox. Sonra İlmli Qanadıdır, sonra baş prokurorudur, sonra Xomeyni aparmışdır, özə çox cinayətkarın biridir. Bunu deyirəm ki, və neçə tribunda da demişəm qabaqcadan da. Bu çox adamlar var, deyir, ay filan kəs verdilər, bilən türk gəldi, iş başında oturdu. Deyirəm, sənin bu dediyin bu türk, fəqət təhcə Təbrizdə. Özü də bu adam nədir bu günləri, quş qondurmaz, bu Puzbəndiyan ilə, bu doğru deyil. 150 dənə Təbrizli qızı zorladı. Bu, orada prokurorudur, Dağıstanıdır, bu Seyyid Hüseyn Musəvi. Və bütün o cinayətlərin bir parçası bu idi. O qədər qan tökən idi ki, axır Seyyidullah Xomeyni götürdü, bunu gətirdi, cəmaranda yanında oturdurdu. O mücahidlərlə didişəndə də buna bir şey olmasın. İndi bağışlayın, bu adı deyim ki, mən o zaman evində Lacəvərdi oradaydı, Gilani, bunlar hamı rəisi, hamı oradaydı. Kərrubi, bunlar oradaydı. Bu da oldu baş prokuror. Yəni doğrudan da bu gələndə özü ilə bir dəstədə Azərbaycandan Seyyiddən, Meyyiddən, sarı saqqaldan zaten yığdı getdi. Evin zindanı ki o zaman dəhşətli dərəcə qan axırdı. Yəni qan axıdırdılar. Bu gələndən sonra qat-qat artdı cinayətin həddi. Bu indi olub ilimli qanat. İslah tələb olubdur adam. İslah tələb və ilimli qanat olub. Xatəmi dəstəsində. Nə bilək ki, bu ölənci dəstələrdə ki, bu Puzbəndiyan da o dəstədən. Yəni o zaman o sinema Reksi Abadanı Xameneyinin əmri ilə və o adamlarla ki, görüşüb gedin yandırın. Onlar da getdi yandırdı. Sonra şah dönəmi idi. Bunlar hay-küy saldılar İran adlanan yerdə. Məhəmməd Rıza kimin cinayətkar, qaniçən, Pəhləvi sülaləsi bir də özləridir. Bunlar da olan torbasından çıxıb. Və axı Məhəmməd Rıza da ağılsız böyüdü. 37 il orada həm bölgədə, həm İran adlanan yerdəədəsə də belə örgətmişdi ona. Gəlsin, ən çətin durumda olanda demək ki, özünə çalışıdır reyting qazana, sinemaları yandırsın, özəlliklə geçsin, demək ki,
Abadanda ya Xorramabadda ya bəzi şəhərlərdə mən görmüşdüm onu yandırılan sinemaları. Sinema yandırsın. Amma bunlar yandırırdılar. Dedilər şah yandırıb. Sonra da özləri də dedilər inqilabdan sonra. Dedilər yandırırdıq ki, şahı yabırsız eləyək. Amma elə ki inqilabdan əvvəl o yandıranlardan bəzisi bunlarla işləmişdi. Bəzilərini sonra gətirdilər Tehranda üzdən İraq millət vəkili elədilər. Amma o əsas adama dedilər qaç İraqa, şah zamanı, hələ axırları. O bədbaxt inqilabdan sonra gəldi. Orada özəlliklə bu Abadan sineması ilə o qədər demək ki, millətin içində yaralı idi. Küll İran adlanan yer. Axır bir dənə süni məhkəmə qurdular. Bu Seyyid Hüseyin Musavi yenə getdi, o məhkəmənin hakimi oldu. Həmin adam da ki, bunun əmri ilə gedib o sinemanı yandırmışdı. Onu da tutdular. O da dedi ki, o məhkəmədə, yadımdadır. O da durdu, dedi ki, siz dediniz, mən yandırdım da. Və siz dediniz. Hem onu edam elədi. Orada o rəis Şəhrabanı gəlib demək ki, tutmuş demiş ki, qardaş, bunu içərdən yandırıblar, bağlayıblar qapıları. 400 adamı burada yandırıblar. Bu sizdə bu nə bilim Savakın, polisin işi, mən polis rəisi. Onu da edam elədilər neçə nəfəri. Yəni niyə bu sözü xidmətinizə ərz elədim? Məsələ budur ki, bunlar bu mallaların 1000 dənə oyunu var. Malla kimi rəhimsiz, qanıçən, yəni doğrudan da Pəhləvi sülaləsinin, şahsılıq usulü idarəsinin yerinə gələnlər doğrudan da bunlara çox yakışırlar. Adam yiyən, cinayətkar və bunların opozisiyonundakı olacaq xalq mücahidi, ay filan, onlar bunlardan da cinayətkardır. Adam yiyən, yalandan ay demokrasi, ay insan haqları, yalan deyirlər. Bu İran adlanan yerdən gələn bunların opozisiyonları zaten hamısı yalan deyirlər. Bunlar fürsət axtarırlar. Özəlliklə qaydalar, bunlar özü də bunlarda hər şey elə bir tərəfə, bunlar Türk düşmanıdırlar. Türk düşmanıdırlar və Azərbaycan düşmanıdırlar. Göbəkçəsidən, bələkdən belədir. Necə ki, o erməni ki, bələkdən çıxanda deyirlər ki, sənin düşmanın Türkdür, bunlarda da o sözdür. Türklərdə də belədir. Sözüm ondadır ki, indi bu günləri bu hayküyü saldılar, filan elədilər. Təəssüf olsun ki, Amerika demokrasisına. İndi Trump bir oyunlar oynayır, ay bir gün içində Ukraynada savaşı dayandıracaqmış, mən dayandıraram. Bir gün içində Qazzada savaşı dayandıracaqmış, əsirləri azad eləyəcəkmiş, Hamasa da deyirdi, bax, əsirləri azad eləyib, mən gələcəyin oranı cəhənnəm eləyəcəyim. Elədinmi? Və qayıtdı İsrail yenidən. Qayıtdı təzədən bu günləri Rəfəhi ayırdı Qazzadan da, deyir, oranı da böləcəm, filan, hələ sən istədin köçürdəsən. Yəni, Trump'ın xarakterini gələ nəzər almaq, bəli, bu adam axtarır ki, hətta bu günləri Çin də 145% çıxartdı, bu çıxartdı, o gümrük vergilərini filanı. Çin də qaldırdı, amma yenə də deyir ki, bugün dedi. Xi Jinpinglə danışacağım. Yəni, bunda bir dənə əxlaq var. Bununla demək ki, sögüş verir, yaman deyil, filan. Trump'da doğrudan deyirəm. Trump'da belənsi bir şey var, indi pis, ya yaxşı, mən ona işim yox. 5 dəqiqədən sonra yadından çıxır. Necə ki, Cənab Zelenskinin başına oyun gəldi. Mən onu yine ağ evdə qəbul edəcəm. Amma belə bir bu adam deyildi. Tapşı orada dedi ki, bunu çıxardın, atını söylə. Baxın belə. Yine sonradan yadından, yox, falan adam. Və sonradan bu keçmiş dönemlərdə də bəzi sözlər deyib. Mən özüm də onları o vaxt ondan eşitmişəm. İndi çıxır, mən dedim. Sən deyibsən də. Məsələ buradadır ki, bu günləri buna nə fərq eləyir ki? Yəni, misal üçün. Bu deyil, mən savaş axtarmıram. Amma savaş abu-havası yaradır. Amerikanın durumunu gərək nəzərə alasan, deyəsən ki, yaxşı. Yəni, bu gəlir bu adam. Bu yeni düzen gəlirmi? Nə cür gətirir bu yeni düzəni? Yəni, demək ki, indi bugün dolar düşdü. Dolar İran adlanan yox, küllü bazarda dünəndən bursular, o nə deyirsiniz, nədir, Oraq, Qərzə, nə bilim, Amerikada düşdü. Amerikada dünyanın ən borcu olan ölkədir. Həm federaldır hatta, bankda, həm dövlət büdcəsi. İllərdir əski gəlir, milyardlarla olur. O da Çin də hədələyir. Deyir ki, bax, bu sənədləri çəkərəm bazara, sataram, bazara çıxarsam tək Çin deyir, neçə yerə borçludur. Çıxarsalar bazara, Amerikanın ekonomisi çökər. Bu da deyir ki, bir dənə ab-hava yaradaram. Bəlkə savaş olsa mən buradan çıxam. Amma dünya o zatda deyir ki, necə ki, dünən yox, sırağa gün Rusiyanın Xarici İşlər Naziri müavini çıxdı, dedi ki, rəsmi müqədə. Əgər İran adlanan yerindən bir savaş ili aparacaq Amerika, biz qatılmayacaq. Biz Tehran rejimindən bir dənə müqaviləmiz var, ekonomik müqavilədir. Bu, savaş üçün deyir. Çin də çəkilib o yandan ki, deyir, yox, biz də demək ki, Amerika ilə bir dil taparıq da, yəni hər halda. Kimsə istəmir savaşa gedə. İsrail də canını demək götürüb. Niyə?
Xameneyi və bunun özünün bir komandası, bunlar söylədim, bu İran adlanan yerdə inqilabdan qabaqdan. Bunlar demək ki, canlarında aşlanır ki, bunlar Yahud düşmanıdırlar. Təhsil İsrail dövləti söhbəti deyil. Bunlar Xameneyi də bunun ətrafında olan da. Baxın, hər gün əsas mallalardan tuturlar, basırlar zindan. Elə bu günlərdə o Yəzdini tanımış mollalardan o bastılar, paltarını da çıxartdı, Bəli, yetdi libas zindan. elədi, bəli, paltarlarını çıxartdılar. Paltarında da şəriət mədarıdan tutmuş, Qumudan tutmuş, Azərdən tutmuş. Hamısını bunlar desən, bunların özlərinin bir dənə dəstələri var, indi ideoloji cəhətdən. Xameneyi indi bunun başında deyir ki, bu Hitlerin yerinə yetirə bilmədiyi əməli, yəni Yahudiləri yer üzündən silə bilmədi, biz onu davam etdirəcəyik. Onu biz eləməliyik. Yer üzündə bir dənə Yahudi qoymamalıyıq. Axıra kimin də deyirlər. Biz ərə borçlarını deyirlər. Bunu da İsrail bilir. İsrail də bilir və oktyabrın 7-sində də o fitvanı ki verdilər ondan sonra filan filan. İndi onun içində çox mürəkkəb oyunlar var. Mən onlara girməyim. Amma o məsələdə o vaxtlarda bağışlayın. Mən də o vaxtlar çıxış elədim televizyonlarda dedim. Netanyahu oldu o dönəm. Yəni oktyabrın 7-sindən sonra məhkəməli idi. İsraildə durum çox ağır idi. Ondan sonra orada demək ki, baş nazir dəyişilmiş, bu gəlmişdi. Durumu çox ağırdı. Dövləti hətta təşkil vermədə çətinlik çəkirdi. Hətta razı oldu ki, ən demək ki, radikal sağdan yalvarsın gətirsin orada neçə naziri. Amma fürsət əlinə düşdü və hamını hamarladı. Tehran rejimin düzlük qol qanatını qəşəng qırdı. Onu bu İsrail elədi. Amerikada nə edəcəkdi? Amerikada siyasət boşluğu vardı. Biden də, ondan sonra Trump gəlirdi. Çəkişmələr Amerikada gedirdi. Bilirdilər, bir boşluq da var idi. Və İsrail də o fürsətdən istifadə edərək, baxmayaraq ki, silahda qıtlıq var idi İsraildə. Amma girdi meydana 4 tərəfindən, demək ki, 7 tərəfindən savaşdı. Özünün canını demək. Onlar da dedilər ki, indi Tehran rejimi gələcək köməyə. Hara gələcək köməyə? Həniyəni yapardılar Tehranda. Zip-i İslami elədilər. Bir yandan demək ki, Şeyx Nəsrullahdır, filanı. Ona demək ki, hamısının əzadını boşaltdılar. Söhbət bundadır ki, indi nə oldu? Apar topar Trump Bidenə də bu İsrailin baş nazirinə deyir ki, sən Netanyahu tez Macaristandan 1000 təyyarəyə gəl. O da orada görüşə getmişdi və qayıtmalı idi. Tel Avivdə məhkəməyə getməli idi. Baş nazir olsa nə olsun? İsraildə belədir qanun. Prezident də olsa məhkəməyə çağırıblar. Gəlməlisən. Demokratik ölkədir. Yəni 2000-lə savaşır, 2000-lə hesab kitabı var, o başqa bir şeydir. Amma demokratik ölkədir. Sözüm onda yox. Amerikaya getməmiş, elə oradan Netanyahu birbaşa Amerikaya. Trump da ona dedi ki, Trump'ın da bir xarakteri budur. Bir işi elə mən eləyim, mənim adıma qutarsın, mənim adıma reklam olsun, mən gəldim, mən vırdım. Şou adamıdır bu adam da, bir də pul adamıdır. Məsələ nə demək ki, özlər baxır ki, siyasəti nə cür yürüsün, kiminlə, hansı formada adamı çəkir qabağa, sən də get bir işi görür, sonra görüb yığıb yığışdıra bilmiyor. Adamlar axtarır ki, sən get onu yığışdır da, sən get. Sonra da demək ki, baxır görür də, yəni adamın bu günləri baxın siz, Ukrayna məsələsində hansı çətinliyi yaratdı, nə elədi və Avropada hansı fırtınanı yaratdı. İndi bu günləri İstenkafı göndərir zada, nə deyirsən, Moskvaya. O da Yahudidir da, yarısı Yahudidir o adamın. Yahudidir, biznes adamıdır, nə deyirsiniz, Putinin canı. Putin də orada qarşılayır filan, oradan da birbaşa hara 10 mana. 10 mana demək ki, görüşə gələr. Yəni, məsələ oradadır ki, aya Trump bilmir ki, İran adlanan yerdə bu mollalar hansı əsaslar üstündə özlərini bu millətlərə, İran adlanan yerdə və bölgədə sırayırlar. Sən bilmirsən ki, misal üçün də, hələ heç bomba atmaq lazım deyil, bir işçilərin də, o nə deyirsən, Tromen gəmilərin də, oradan gətirdiyin tatlarda daşıyırsan tatları. Özün, İran adlanan yerdə sənin demək ki, casusların, sənin CIA-in filan var. Millətlər bu dövlətdən, bu hakimiyyətdən uzaqlaşırlar. Bunun dinindən, məzhəbindən, mollasından, hər şeyindən uzaqlaşır. Yəni, aya doğrudan da sənin ətrafında adamın yoxdur ki, deyək ki, dünənə kimi Xameneyinin adını belə səlli salavatla gətirirdi və yaxud gətirmirdi. İndi söküşlə İran adlananda qorxmur. Zindana gedir, götürüb açıq yazır
və demək ki, deyə məni çağırıbsınız məhkəməyə, qoy ikincisini də yazım. Deyə axşam olur, qoy onda üçüncü məktubu da yazıb gəlirəm. Bu bir dənə deyil ki, iki dənə deyil ki filan. Siyasət aləmində olan adamlar baxırlar, görürlər. Desən İran adlanan yerdə ayrı aba-abadır. Ekonomik durum hər yandan çöküb. Hə, indi burada bir məsələ var, onu söyləyəcəm. İndi sən bunları bilmirsən və oradan da deyir ki, və lakin demək ki, birbaşa danışıq olmayacaq. Yaxşı, sən bu adamı, bu dostluğu ki, 1980-ci illərdə gecə pulun yoxdur cibində, Trump cibində belə pul gəzdirməzdi. Elə dəfələrlə görünür. Girdin o sandviç yeyəsən pul olmadı. Yanındakı adama dedim, mənə bir sandviç aldı. Amerikada belədir. Bu da dedi, yaxşı alaram. Oldun dost ondan, elədim müşavir, bu günlərdə göndərmiş. Onunla dost oldum. Sonra o da dedi ki, milyonlarca dolar bu Trump'ı qazandırdım New York'da filan. Dost oldunuz. İndi adamı gətiribsən demək ki, yollayırsan özün bilərsən. Hamı da ələ salır ki, bu adam siyasət adamı deyil. Bu adam tikindi məsələsində advokatdır filan filan filan. İsrailə də göndərdin ki, etdi orada danışıqlarda. İndi bunun hələ görürsən ki, yığışdırmaq olmuyor. Sözün onda yox. Yəni, belə haykü ilə, belə yolu, Moskvadan 10 mana adamı göndərirsən və özün də part-apart dünən İsrail gün deyirsən ki, danışıq birbaşa olacaq. Sən İran adlanan yerdə bilmirsən bu danışıq birbaşa, Xameneyi nə deyib, düzdür, siyasət. Amma demək ki, ta orada o Xarici İşlər Naziri, Omanın Xarici İşlər Naziri, bunları qarşısında sən de, xeyr, o danışıq birbaşa olacaq. Yəni, neyilmiş? Adam nədir, əraqçıdır, özü də gicəllənmişdi. Gəldilər də, sən o otaqda otur, mən bu otaqda. Ay adam, internet dünyasıdır, elə onu evdən yağaz, 5 sətir. Göndər, onlar da yazıb 5 sətir. Bu taraf durub nədir, bu qiyamət nədir? Ay bunları oğurlayarlar, təhlükəsizlik məsələsi. Hələ onların demirəm kim oraya gedəcək. Ya dedim, Vitkov gedəcək oraya. Vitkovu kim oğurlayacaq? Nə lazımdır? Jurnalistləri qoymayın yaxına gələ, əmarət olmasın, ondan sonra zadda olsun, onmanda olsun filan. Neynəyirlər, gedirlər, fil tutalar. Və danışıqlar nədir? Orada heç bəlli deyir ki, nə söhbət edir, sən dünyanı səriyibsən. Yəni, Trump'ın əməllərinə baxanda, indi deyək ki, populistdir, ondan sonra yeni bir, nə deyir, bu tək başına bir işlər görür, hər halda. Yəni, Əjdər müəllim, dediyiniz kimi çox reklamı bir şey oldu, çox şou təşkil bir şey oldu. Bu qədər hayla, huvarla, Duzalla, Dümbəklə yığdılar jurnalist dünyanın başına gəldi, izin vermədilər. İndi Sayın bəy, bunun kökünə baxmaq lazımdır. Kökünə baxmaq lazım, bunlar nə ilə məşğuldur? Dünyanın o başında nə olur olsun. Biz də duraq demək ki, bizə Molla Nəsrəddin, Mollaya deyir, deyir ki, qonşuda pul o elə deyir, mənə nə? Deyir, sizdə pul edir, sənə nə? İndi bir yerdə bir dənə paniç qapanır, bizim başımıza gətdilər. Özəlliklə bu Qarabağda təcavüzdə ermənilər gəlirdilər yalandan, bir haykü yaradırdılar, bir də ermənilər gəlir, belə kəsirlər, belə tökürlər, bir panik. Ondan bir də qoy qaçsınlar, ondan sonra zaten insanlar qaçırdılar, yurdun yuvasını bırakırdı. İndi də bir panik yaradırlar, deyirsən ki, bunun niyyəti nədir axı burada? Orada bir şeylər var. İran adlanan yerdə qanatlar baş qaldırıblar rejimin özü içindən.